Xarici İşlər Nazirinin Cenevrəyə səfəri davam edir. BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Makabaçarişvili bugün Şuranın prezidenti və BMT-nin qaçqınlar üzrə ali komissiyaları ilə görüşəcək. Sessiya çərçivəsində keçirilən görüşlərdə əsas müzakirə mövzuları insan hüquqları, bu istiqamətdə dövlətin siyasəti və İnsan Hüquqları Şurası formatında əməkdaşlıq məsələləridir. Müzakirə ediləcək məsələlər sırasında işğal olunmuş ərazilərdə insan hüquqları baxımından mövcud ağır vəziyyət və beynəlxalq mexanizmlərin həmin ərazilərə çıxışının təmin olunması öhdəliyi də yer alır. Daha ətraflı məlumatı hazırda Cenevrədən canlı qoşulacaq Tamuna Tiqlavuri təqdim edəcək. Gürcüstanın baş naziri İraqli Qobaxidze hökumət administrasiyasında əmək bazarı üzrə aparılmış tədqiqatın təqdimatını keçirib. Görüşdə Nazirlər Kabinetinin üzvləri ilə yanaşı universitetlərin nümayəndələri də iştirak ediblər. Biz elə bir araşdırma apardıq ki, onun əsas məqsədi universitetlərdə ixtisaslar üzrə kvotaların yenidən bölüşdürülməsi idi, deyə İraqli Qobaxidze bildirib. Onun sözlərinə görə, əmək bazarında ən böyük tələbat orta məktəb müəllimlərinə, eləcə də satış və marketinq menecerlərinədir. Baş nazir həmçinin müxtəlif sahələr üzrə digər ixtisaslara olan tələbatı da nəzərdən keçirib. Əmək miqrantlarına və özünə məşğul olan xarici vətəndaşlara əmək fəaliyyəti hüququnun verilməsi ilə bağlı hökumət qərarı siyasi spektrdə müzakirə mövzusuna çevrilib. Hakim komanda qərarı müsbət qiymətləndirir və hesab edir ki, Gürcüstan vətəndaşlarının işləyə biləcəyi sahələrdə üstünlük miqrantlara verilməməlidir. Georgi Qaxariya Gürcüstan üçün partiyasında isə qərar gecikmiş addım kimi qiymətləndirilir. Vahid Milli Hərəkat isə Gürcü arzusunun daxili miqrasiya siyasəti ilə bağlı bəyanatları formal və qeyri-səmimi hesab edir. Xatırladaq ki, 1 martdan etibarən daimi yaşayış icazəsi olmayan xarici vətəndaşlar sərnişin daşımaları, kuryer xidməti və bələdçilik fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. İMEDi telekanalı Böyük Britaniya hökumətinin tətbiq etdiyi sanksiyalarla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, telekanal 22 ildən artıqdır Gürcüstana və ölkədə söz azadlığına xidmət edir. Açıqlamada 2007-ci ildə hadisələrinə də toxunuldu və qeyd olunur ki, həmin dövrdə İMEDinin ələ keçirilməsi ilə bağlı Böyük Britaniya hökuməti ümumi narahatlıq belə ifadə etməyib. Bu fonda Britaniyanın tətbiq etdiyi sanksiyaların heç bir dəyəri yoxdur deyə bəyanatda vurğulanır. Qeyd olunur ki, telekanal üçün yeganə dəyərli qiymətləndirmə Gürcü xalqının ehtimadıdır. Xatırladaq ki, bugün Böyük Britaniya, İMEDi və Post TV telekanallarına sanksiya tətbiq edib. Sanksiyaların izahında bildirilir ki, Böyük Britaniyanın dövlət katibi Post TV və İMEDinin Rus dezinformasiyasının yayılmasında iştirak etdiyinə dair əsaslı şübhələri mövcud olduğunu hesab edir. Sanksiyalar Böyük Britaniyada aktivlərin doldurulmasını, direktorun diskvasiyasının, yəni bu vəzifədə fəaliyyətin məhdudlaşdırılmasını, eləcə də tras xidmətinə qarşı məhdudiyyətlərini nəzərdə tutur. Ukrayna müharibəsinin 4-cü il dönümü ilə əlaqədar parlamentin sədri Şalva Papuaşvili sosial şəbəkədə bəyanat yayıb. O yazıb, bugün Rusiya-Ukrayna müharibəsinin başlanmasından 4 il ötür. Müddətinə görə bu müharibə artıq böyük vətən müharibəsini geridə qoyub. Dağıntı və insan ağrısı baxımından isə ondan heç nə ilə fərqlənmir. Cəbhə xətti 80 il əvvəl harada idisə yenə oradadır və Gürcüstan da ötən əsrin 40-cı illərində olduğu kimi bu müharibənin ağırlığını hiss edir. Həqiqətən də bugün ABŞ prezidenti deyir ki, bu heç vaxt başlanmamalı olan müharibədir. Lakin biz bu müharibənin davam etməsində maraqlı olan qüvvələri də görürük. Müharibə mümkün qədər tez başa çatmalıdır. Yeni təhlükəsizlik arxitekturası mütləq suverenlik və milli kimliyə hörmət prinsipi üzərində qurulmalıdır. Gürcüstan müharibənin ilk günündə məhz bu baxışa və ruh yüksəlliyinə malikdir. Biz son dərəcə çətin şəraitdə sülh siyasəti aparırdıq. Halbuki müharibə tərəfdarları həm xaricdən təzyiq göstərməklə, həm də daxildə vəziyyəti gərginləşdirməklə Gürcüstanı müharibə alovuna cəlb etməyə çalışırdılar. Lakin biz 4 il əvvəl də, bugün də milli maraqlarımızı qətiyyətlə müdafiə etmişik.
Gürcüstanda Fransanın, Almaniyanın və Böyük Britaniyanın səfirləri Olivier Kurto, Peter Fischer və Gareth Ward Ukraynada Gürcüstanın geniş miqyaslı işğalının 4-cü ildönümü. Gürcüstan üçün risklər nələrdir? Başlıqlı birgə məqalə dərc ediblər. Məqalə Almaniyanın Gürcüstandakı səfirliyinin sosial şəbəkə səhifəsində yayımlanıb. Məqalədə qeyd olunur ki, Gürcüstan Rusiyanın hərbi təchizat imkanlarının məhdudlaşdırılması, beynəlxalq sanksiyalara əməl olunması və onların pozulması cəhdlərinə qarşı tədbirlərin davam etdirilməsi ilə Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm rol oynaya bilər. Səfirlər bildirirlər ki, Almaniya, Fransa və ya Böyük Britaniyanın Gürcüstanı münaqişədə ikinci cəbhə açmağa çağırması barədə iddialar yanlışdır və dezinformasiyadır. Onlar NATO çərçivəsində Gürcüstanın müdafiə qüvvələri ilə əməkdaşlığın davam etdiyini, müdafiə qabiliyyətinin gücləndirildiyini vurğulayıblar. Həmçinin Gürcüstan hökumətinin Ukraynaya 1,5 milyonları dəyərində generatorlar göndərməsi alqışlanıb. Məqalədə qeyd olunur ki, Rusiya etibarlı enerji tərəfdaşı deyil və enerji mənbələrinin diversifikasiyası Gürcüstanın suverenliyinin və azadlığının qorunmasına, eləcə də Avropanın enerji dayanıqlığına töhfə verəcək. Ukrayna müharibəsinin başlanmasının 4-cü ildönümündə Böyük Britaniyanın səfiri Gürcüstandan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi tələb edib. Bu barədə parlamentin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazıb. Papuaşvili bildirib ki, sanksiyaların tətbiqi Rusiya ilə eskalasiya deməkdir və bu Gürcüstanın tək qalacağı müharibəyə gətirib çıxara bilər. O vurğulayıb ki, Rusiya sanksiya tətbiqi Gürcüstanın milli maraqlarına uyğun deyil və ölkənin buna görə heç kimdən üzr istəməli olmadığını qeyd edib. Ukraynada müharibənin başlanmasının 4-cü ildönümü münasibətilə Avropa liderləri Kiyevə səfər ediblər. Onların arasında Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Avropa Şurasının prezidenti Antonio Costa da var. Ursula von der Leyen sosial şəbəkədə yazıb ki, Avropa Ukraynanın yanında maliyyə və hərbi baxımdan qətiyyətlə dayanır və ədalətli sülh bərpa olunana qədər geri çəkilməyəcək. Antonio Costa isə əsas məqsədin ədalətli və dayanıqlı sülhə nail olmaq olduğunu bildirib. Avropa Parlamentinin prezidenti Roberta Metsola da Ukraynalıların cəsarətini yüksək qiymətləndirib. Gürcüstan parlament nümayəndə heyəti 4 martda Vaşinqtona səfər edəcək. 2 günlük səfər çərçivəsində deputatlar Suveren Millətlər Alyansının 2 sammitində iştirak edəcəklər. Strateji dialoq çərçivəsində tərəflər əməkdaşlıq və münasibətlərin dərinləşdirilməsini müzakirə edəcəklər. Sammit Amerikalı konservativ fəal Charlie Kirk tərəfindən təsis edilmiş təşkilat tərəfindən təşkil olunur. Qeyd edilir ki, hərəkat suverenlik, hesabatlılıq və xalqların öz inkişaf yolunu müəyyən etmə hüququ prinsiplərinə əsaslanır. Gürcüstanın baş naziri İrakli Qobaxıcı Türkmənistan Məclisinin sədri Dünya Gözəl Gülmanova ilə görüşüb. Bu barədə o X sosial şəbəkəsində yazıb. Görüşdə Gürcüstan və Türkmənistan arasında siyasi və iqtisadi münasibətlərin möhkəmləndirilməsi yolları müzakirə olunub. Ticarət sahəsində müsbət dinamika, tranzit, logistika və energetika sektorlarında tərəfdaşlıq, eləcə də orta dəhlizin inkişafı məsələləri diqqət mərkəzində olub. Parlamentin sədri Şalva Papuaşvili Tacikistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurrahman ilə görüşüb. Parlamentin mətbuat xidmətinin məlumatına görə görüşdə iki ölkə arasında tarixi dostluq münasibətləri vurğulanıb. Papuaşvili Tacikistanın Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Tərəflər parlamentlər arası əlaqələrin gücləndirilməsini, o cümlədən səfərlərin təşkili və dostluq qrupları arasında əməkdaşlıqların genişləndirilməsini müzakirə ediblər. Tacikistan səfiri düşənbədə Şota Rustavelinin büstünün ucadılmasının planlaşdırıldığını qeyd edib. Orta dəhlizin inkişafı məsələsi də müzakirə olunub. Kooperativ mənzil tikintisi nəticəsində zərər çəkmiş 60 ailəyə yaşayış sahələri təhvil verilib. Mənzillər Böyük Dığomidə, Arçil Mepe küçəsi 23 ünvanında yerləşir. Yerli sakinlərə simvolik açarları paytaxtın meri təqdim edib. Binanın tikintisinə 2022-ci ildə başlanılıb və ötən ilin sonunda başa çatdırılıb. Proqram 2018-ci ildən həyata keçirilir və indiyədək 2500-dən çox ailə mənzillə təmin olunub.